Əməkdar artist Almaz Ələsgərova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib. Müğənni ilk dəfə olaraq qızlarının ilk evlilikləri barədə danışıb. Sənətçi bu barədə həftənin qonağı verilişində aparıcı Ulvira Qarayevanın suallarını cavablandırarkən səmimi fikirlər səsləndirib. Almaz Ələsgərova bildirib ki, hər iki qızının ilk ailə həyatı uğurlu alınmayıb və onlar boşanıblar. Qızlarımın ilk ailəsi gətirmədi, boşandılar. Böyük qızım Skotholmda yaşayır. Orada ikinci dəfə ailə qurub. Həyat yoldaşı Azərbaycanlıdır. Çox yaxşı insandırlar. Çox istəyirəm. Böyük qızımdan arxayınam, işləyir. 3 övladı var. Kiçik qızım subaydır və mənim yanımdadır. Tez-tez gedib qızımı, nəvələrimi görürəm, deyə müğənni bildirib. Əməkdar artistin sözlərindən aydın olur ki, övladlarının həyatında yaşanan çətinliklərə baxmayaraq, hazırda ailədə sabitlik və rahatlıq hökm sürür. Xüsusilə böyük qızının ikinci evliliyinin uğurlu olması sənətçini sevindirir. O, kürəkənindən razılıqla danışaraq ailə münasibətlərinin isti və səmimi olduğunu vurğulayıb. Qeyd edək ki, Almaz Ələkbərovanın Əminə və Mədinə adlı 2 qız övladı var. Müğənni hər zaman ailə dəyərlərinə önəm verdiyini bildirib və övladlarının xoşbəxtliyini öz xoşbəxtliyi hesab etdiyini vurğulayıb. Görünür ki, sənətçi həm ana, həm də nənə kimi həyatının bu mərhələsindən məmnundur və övladları ilə sıx münasibətlərini qoruyub saxlayır.